Xoş gördük əziz dinləyicilər. Mən bu günləri bir İranda hicab qadağası barəsində, qadağanın ləğv edilməsi barəsində bir video paylaşdıqdan sonra yenidən bu məsələ aktuala çevrildi ki, və dostlarımız da orada əlbəttə rəylər yazdılar. Çox sağ olsunlar, təşəkkür edirəm. Çünki onların rəyləri mənə fikirlərimi daha dolğun şəkildə sizə çatdırmağa sövq edir. Baxın, bir qardaşımız orada bildirdi ki, baxın, qoy qızlar onda soyunsunlar. Bir qardaşımız bildirdi ki, bu Quranın əmridir, qadınlar geyinməlidirlər və İlk növbədə mən bütün qardaşlarıma bildirmək istəyirəm ki, mənim siz kişisiniz və kişi haqqında Nisa surəsi 30-cu ayədə Allahın əmri var. Eynən qadına buyurduğu əmri kişi üçün buyurur. Siz niyə kişilər haqqında ayə ilə maraqlanmırsınız? Sizin cavabınız onlar mı verir, qadınlar mı verəcək və yaxud da qadınlar mı bizim yükümüzü çəkəcək? Heç kəs, hər kəs öz yükünü daşıyacaq. Siz niyə görə qadınlar üçün narahatsınız? Mən bir dənə kişi görmədim ki, desin ki, mən öz ayəmlə məşğulam. 30-cu ayəni öz həyatıma tətbiq etmək istəyirəm. Allah Quranda deyir ki, kişiyə, ay kişilər, qadınlara baxmayın, naməhrəmə baxmayın. İndi bir qadın soyunur, sən də baxmaq istəyirsənsə, bu sənin məsuliyyətin deyil. Sən niyə öz məsuliyyətindən danışmırsan? Niyə 30-cu ayəni danışmırsan? Niyə bu kişilər ancaq qadınlar haqqında düşünür? Niyə? Qadının geyimi haqqında qoy qadın düşünsün, bu bir. İkinci, siz 30-cu ayəni həyata keçirdikdə qadının çılpaq və yaxud da geyinli olduğunu zaten görməyəcəksiniz. Çünki Allah Quranda buyurur ki, libasın ən gözəli təqvadır. Sən artıq o təqva libasını geyinmiş olacaqsan ki, soyunmuş qadını da görməyəcəksən, geyinmiş qadını da görməyəcəksən. Ona görə də Allahın Quranda buyurduğu yeganə geyim olan təqva libasınızı əyninizə geyindirin. İkinci bir məsələ, gəlirəm o məsələ. Quranda bunun cavabı, Quranda mənim əzlərim belə bir ayə yoxdur. Allah Quranda sadəcə olaraq əmr bu formadadır ki, üzərinizi örtün və yaxud da sinənizi örtün deyə ayə keçir. Baş kəlməsi ayəsi Quranda səhv tərcümədir. O firqə maraqlarından edilmiş tərcümədir. Mənim məsələn, İran mollası başqa cürə tərcümə eləyib, ərəb mollası bir başqa cürə tərcümə eləyib. Amma əsl ərəb dilini açın, görəcəksiniz ki, baş kəlməsi yoxdur. İkinci bir kəlmə, gəlirəm ən vacib məsələyə. Bildirilirlər ki, buna yaxın olmaq üçün deyirlər ki, mənim əzim, Allah Quranda buyurur ki, başınızdakı örtüyü sinənizə çəkin. Aha, görürsən, başınız bağlıdır. Mənim əzlərim, ərəbin qadının da başı bağlıdır, kişinin də başı bağlıdır. Bu coğrafi tələbidir, bu Allahın tələbi deyil. Allah heç bir yerdə Quranda demir ki, başı bağlı. Əgər ya necə deyirlər, bağlamanı sinənizə çək belə deyirsə, yenə də burada baş əmri yoxdur. Bu bir, Allah coğrafiya məsələlərinə qarışmır mənim əzlərim. Bu günləri Ərəbistanda kişilər başlarını bağlayırlar. Yaxşı, Allah Quranda kişilər üçün ayə göndərməyib. Niyə bağlayır ərəb kişisi başını? Çünki 51 dərəcə istidə sən məhv olarsan. Bu günlərdə xatırlayırsa, keçən dəfə həc mərasimində yüzlərlə insanı gün vurmadan öldü. Niyə görə? Çünki onlar Ərəbistan coğrafiyasını tanımırlar və ona uyğun hərəkət etməyiblər. Allah bizə ağıl verib və coğrafi tələbə biz özümüz seçirik. Baxın, bugün Azərbaycanda qış gəlir. Allah mı dedi, get kurtka geyin əynivə? Sual verirəm. Ya gəldikdə Allah mı deyir, gedginən qol qısaya keçginən? Allah mı deyir, xeyr, coğrafiya səndən tələb edir ki, gedginən başını bağla, get kutkanı gey və yaxud da gedginən kutkanı soyun günən, çünki istidir. Bunu bizdən coğrafiya tələb edir. Allah təala Quranın heç bir yerində, o qardaşlarım ki, deyir ki, Quranın əmridir. Mənim əzim, Quranın heç bir yerində başınızı bağlayın deyə əmr yoxdur. Mənim əzim, sadəcə abırlı geyinin deyə əmr var. Bu bir əmrdir ki, tövsiyədir. Ya Peyğəmbər de qadınlar və onlar da kişilərinə, öz müsəlman kişilərinə desinlər ki, öz qadınlarına desinlər ki, qıraq açıqda abırlı çıx ki, mənim əzim, abır, həya və gözəl geyim, bəli, Allahın əmridir. Kişi üçün də, qadın üçün də. Biz heç kəsə soyunun demirik, biz heç kəsə geyinin də demirik. Amma kimsə əlində o qara hicabı, niqabı götürüb də mən Peyğəmbərin yolu ilə gedirəm, yalan deyirsən, gözün içinə qədər Peyğəmbər belə bizim üçün belə bir yol qoymur. O ərəbin yoludur. İkinci bir məsələ. Bu günləri ruhanilər başlarına əmmamə qoyurlar, əyinlərinə əba geyinirlər və bunu İslam kimi təqdim etmək istəyirlər. Sən brəhmənsənmi, sən hinduistsənmi, sən İslamın elə bir paltarı yoxdur, İslam dininin paltarı yoxdur mənim əzim. O ərəbin paltarıdır, mənim dinim ərəbin dini deyil, mənim dinim Allahın dinidir. Allah öz dinini İbrani dilində Tövratı göndərib, İncili göndərib, ərəb dilində də Quranı göndərib. Daha 2000 dildə göndərməyəcəkdir ki, bir dildə göndərib, qulum sənə deyirəm, eşit genə. Yəni biz haqqı hər bir dildən olsa götürməli. Amma bu ərəbin dini deyil
mənim əzizim, bu Allahın dinidir. Biz də bu günləri ruhanilər başına çalma qoyan, əba geyinən insanlar ərəbin geyimin təbliğ edirlər. Bu ərəb geyimidir və bildirirlər ki, peyğəmbər də belə geymişdi. Yalasına atasına ləhnət. Bəlkə Əbu Süfyan elə geyinmirdi. Məgər Həzrət Əli elə geyinmirdi? Məgər Yezid elə geyinmirdi? Məgər Hüseyn elə geyinmirdi? Bu ərəbin dinidir. Hər kəs elə geyinirdi zaten orada. Əbu Süfyan da elə geyinirdi, Muhammed əleyhissalam da elə geyinirdi. Bu ərəbin geyimidir. Sən ərəbin geyimini, o coğrafiyanın geyimini bura tətbiq edirsən ki, bu İslamın geyimidir. Yalan deyirsən gözünün içinə qədər, çünki İslamın geyimi yoxdur. İslamın bir geyimi var. O da təqvadır mənim əzizlərim. Özdən müğayət olun. Allahın ipi olan Qurandan möhkəm yapışın. Çünki orada da həqiqətlər. Kimlər sizi çaşdıracaqlar. Bu filan kəsin dediyi yoldan gedirəm. Bu bəhmən kəsin dediyi yoldan gedirəm. Biz heç kəsin yolu ilə getmirik. Biz Allahın dinində yalnız və yalnız Allahın dini olan Allahın kitabı ilə gedirik. Allah Zuhruf 44-də nə dedi? Deyir ki, biz sizi bu kitabla mühakimə edəcəyik. Ona görə də mənim əzizim, biz mühakimə olunan kitabı qırağa qoyub, kiminsə yazdığı kitabla getməyəcək. Çünki Allahın əmrindən çıxmış olaraq özdən müğayət olun. Təşəkkür edirəm.